Salam əziz dinləyicilər. Bugünkü mövzumuz sizinlə situasiya tipli testlərin izahıdır. Situasiya 1. 11 yaşlı şagird yaxın qohumunu itirib, dərslərdə diqqətsizdir və sinifdə konflikt yaşayır. Sual: psixoloq necə müdaxilə etməlidir? A variantı: şagirdi tənbih etmək və dərsə fokuslanmağa məcbur etmək. B bəndi: fərdi dəstək proqramı hazırlamaq və travmanı işləmək. C bəndi: yoldaşları ilə konfliktlərinə görə cəzalandırmaq. D bəndi isə hadisəni görməməzlikdən gəlmək. Bizim bu situasiyamızda psixososial travma, belə deyək, travmaya aid bir nümunədir. Uşağın diqqətsizliyi və sosial konfliktləri yaxın qohumunun itkisi ilə əlaqəli emosional yüklənmədən qaynaqlanır. Uşaqlar travma sonrası müxtəlif davranış və emosional pozuntular göstərə bilirlər. Diqqət dağınıqlığı, aqressiya, sosial geri çəkilmə və s. kimi. Psixoloq fərdi dəstək proqramı, travma işləmə seansları, oyun terapiyası və emosional ifadə məşqləri tətbiq etməlidir. Burada bir psixoloqun məqsədi emosional sabitliyi bərpa etmək, sosial və akademik fəaliyyətə reinteqrasiya etməkdir. Deməli, bizim testimizin düzgün cavabı B variantı: fərdi dəstək proqramını hazırlamaq və travmanı işləmək. Situasiya 2. Şagird qızdır. Bu şagird sosial şəbəkədə təhqir olunur və sinifdə qəbul olunmur. Psixoloq hansı addımı atmalıdır? A bəndi: uşağı tənbih etmək və sosial mediadan uzaqlaşdırmaq. B bəndi: fərdi və qrup psixoloji iş aparmaq, sosial bacarıqları gücləndirmək. C bəndi: valideyni təkcə xəbərdar etmək. D bəndi: hadisəni görməməzlikdən gəlmək. Bizim bu situasiyamız kiberbullying və sosial təcriddə nümunədir. Uşaq həm onlayn, həm də real həyatda təzyiq altındadır. Kiberbullying psixoloji stres, depressiyaya səbəb ola bilir. Psixoloq həm fərdi, həm də qrup məşqləri ilə uşağın sosial bacarıqlarını və empatiya anlayışını artırmalıdır. Psixoloqun məqsədi isə uşaqda özünə inamı bərpa etmək, sosial dəstək şəbəkəsini gücləndirmək və təhlükəsiz davranış strategiyasını öyrətməkdir. Deməli, burada bizim düzgün cavabımız B variantı olur. Fərdi və qrup psixoloji iş aparmaq, sosial bacarıqları gücləndirmək. Üçüncü situasiyamız 7-ci sinif şagirdi uzun müddət aşağı qiymət alır və deyir: mən heç vaxt bacarmayacağam. Sual: psixoloq necə müdaxilə etməlidir? A bəndi: şagirdi cəzalandırmaq və həvəssizliyi göstərmək. B bəndi: kiçik uğurlar üçün planlama və özünü qiymətləndirmə məşqləri. C bəndi: müəllimə uşağı diqqətlə izləməyi tapşırmaq. D bəndi isə hadisəni görməzlikdən gəlmək. Bu situasiya öyrənilmiş çarəsizlik nümunəsidir. Uşaq öz uğursuzluğunu qalıcı və dəyişməz hesab edir. Bu nəzəriyyə uzun müddətli uğursuzluq olduqda uşaqda motivasiya itkisi və mənfi özünü qiymətləndirmə yarada bilir. Psixoloq kiçik, əldə edilə bilən məşqlər, uğur gündəliyi, motivasiya məşqləri tətbiq edə bilər. Məqsədi isə uşağa bacarığı və uğuru yaşatmaq, özünə qiymətləndirməni bərpa etməkdir. Deməli, burada bizim düzgün cavabımız olur B variantı, yəni kiçik uğurlar üçün planlama və özünü qiymətləndirmə məşqlərini reallaşdırmaq lazımdır. Situasiya 4. 8-ci sinif şagirdi tez-tez yoldaşlarını incidərək onlara nalayiqli sözlər işlədir və konflikt yaradır. Müəllim müdaxilə etmir. Sual: psixoloq hansı addımı atmalıdır? A bəndi: şagirdi dərhal cəzalandırmaq. B bəndi: duyğu ifadəsi və sosial bacarıqlar üzrə fərdi və qrup məşqləri aparmaq. C bəndi: yoldaşlarını cəzalandırmaq. D bəndi isə valideyni sadəcə olaraq xəbərdar etmək. Bizim bu testimiz, yəni situasiya tipli testimiz emosional intellekt çatışmazlığı və sosial bacarıq problemi nümunəsidir. Uşaq duyğularını ifadə etməkdə çətinlik çəkir, nəticədə aqressiv davranışlar göstərir.
Burada emosional intellekt məşqləri uşaqda duyğu tanıma, idarə etmə və empatiya bacarıqlarını artırır. Fərdi və qrup məşqləri uşağın sosial münasibət və davranışlarının tənzimlənməsinə kömək edir. Psixoloqun məqsədi isə uşaqda sosial uyğunlaşma və konflikti həll etmə bacarıqlarını inkişaf etdirməkdir. Deməli, düzgün variantımız oldu burada B variantı. Yəni duyğuların ifadəsi və sosial bacarıqlar üzrə fərdi qrup məşqləri aparmaq lazımdır. Situasiya 5. Şagird deyir ki, sinif rəhbəri ona qarşı haqsızdır və dərsə motivasiyasını itirib. Sual: psixoloq necə müdaxilə etməlidir? A bəndi: müəllimi günahlandırmaq. B bəndi: həm şagird, həm müəllimlə söhbət aparmaq və emosional balansı artırmaq. C bəndi: şagirdi cəzalandırmaq. D bəndi isə hadisəni görməzlikdən gəlmək. Bu situasiya müəllim-şagird münasibət pozuntusunu əks etdirir. Məqsəd burada kimisə günahlandırmaq deyil, kommunikasiya və anlayış artırmaqdır. Mediativ psixoloji yanaşma burada əsasdır, yəni hər iki tərəfi dinləmək, empatiya və emosional tənzimləmə bacarıqlarını artırmaq lazımdır. Uşağın motivasiyasını bərpa etmək üçün pozitiv əlaqə və emosional dəstək lazımdır. Məqsəd bəs nədir soruşsanız, psixoloji sabitlik, akademik uğur və sosial uyğunlaşmanı təmin etməkdir. Deməli, bu testdə də bizim doğru cavabımız B variantı. Həm müəllim, həm də şagirdlə söhbət aparılır, emosional balans artırılır. Situasiya 6. Şagird yenə bir qız şagirdindən söhbət gedir. Sinif yoldaşları tərəfindən geyimi səbəbindən təhqir edilir və sosial şəbəkələrdə ələ salınır. Psixoloq hansı addım atmalıdır? A. Uşağı tənbih etmək. B. Fərdi və qrup psixoloji iş aparmaq, sosial bacarıqları gücləndirmək. C. Hadisəni görməzlikdən gəlmək. D bəndi isə valideyni sadəcə olaraq xəbərdar etmək. Bizim bu situasiya testimizdə yenə kiberbullying və sosial təcriddə aid nümunədir. Psixoloq həm fərdi dəstək, həm də sosial bacarıqların inkişafını təmin etməlidir. Məqsəd uşaqda empatiya, özünü ifadə, sosial uyğunlaşmanı artırmaqdır. 6-cı testimizin düzgün cavabı B variantı: fərdi və qrup psixoloji iş aparmaq, sosial bacarıqlarını gücləndirməkdir. Situasiya 7. Birinci sinifdə adaptasiya çətinliyi. Birinci sinif şagirdi məktəbə gəlmək istəmir, anasından ayrılmaqda çətinlik çəkir. Sual: psixoloqun ilk addımı nə olmalıdır? A bəndi: uşağı dərhal tək buraxmaq. B bəndi: adaptasiya mərhələsi üçün oyun və mərhələli yanaşma tətbiq etmək. C bəndi: müəllimə ciddi tənbih etməyi tövsiyə etmək. D bəndi isə valideynə uşağı evdə saxlamağı məsləhət görmək. Bizim 7-ci testimizdə göründüyü kimi əsas burada situasiya, adaptasiya çətinliyi ilə bağlıdır. Məqsəd uşağın təhlükəsizlik duyğusunu bərpa etmək və məktəbə müsbət bağlılıq yaratmaqdır. Oyun və mərhələli adaptasiya elmi baxımdan burada öz təsirli rolunu göstərə bilər. Deməli, bizim düzgün cavabımız B variantı olur. Yəni adaptasiya mərhələsi üçün oyun və mərhələli oyunlar tətbiq etmək. 8-ci test situasiya 6-cı sinif şagirdi məktəbə gəlmək istəmir, qarın və baş ağrısından şikayətlənir. Müəllim bildirir ki, bir neçə uşaq onu zəif adlandırır və məsxərəyə qoyur. Sual: psixoloq hansı addımı atmalıdır? A bəndi: şagirdi dərhal sinifdən çıxarmaq. B bəndi: müəllimlərə şagirdi cəzalandırmağı tövsiyə etmək. C bəndi: şagirdlə fərdi söhbət aparmaq, bullying faktını araşdırmaq. D bəndi: valideynlərə yazılı məlumat vermək və tədbirlər gözləmək. Bu situasiya emosional bullyingə nümunədir. Uşaqda somatik simptomlar qorxu və stressin göstəricisidir.
Psixoloq empatik dinləmə, təhlükəsiz mühit yaratmaq, həm şagird, həm sinif, həm müəllimlə planlı müdaxilə planı tətbiq etməlidir. Cəza və ya gözləmə vəziyyəti uşağın qorxusunu daha da artırır. Ən effektiv yol sistemli müdaxilədir. Fərdi dəstək, üstəgəl sosial bacarıqların inkişafı və maarifləndirmədən istifadə etmək lazımdır. Və burada bizim ən adekvat cavabımız C variantı, şagirdlə fərdi söhbət aparmaq və bullying faktını araşdırmaqdır. Hələ ki bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.